qeyd elədiniz ki, konsepsiyanız var, yəni bu barədə sizin araşdırmalarınız mövcuddur. Bunun siz tətbiqini belə deyək ki, ölkəmizdə də məqbul sayırsınız və bunu müsbət nəticələr verəcəyinə inanırsınız. Ona görə də bununla bağlı dünyanın hansısa ölkəsində buna bir nümunə varmı ki, orada bu tətbiq olunub və müsbət nəticə verir? Ümumiyyətcə televiziyalarda elə adi keçmişdə götürülür ki, Hind filmlərini götürək. Hind filminə hər bir baxan adam orada ancaq bürcdən danışırlar. Bürc əsasında onlar ailə həyatını qururlar. Hindistanda bu ana xəttini, Yapon, Çin, Hindistanda demək olar ki, bürcsüz bunların həyatı yoxdur. Bu artıq qlobal şəkildə Türkiyəyə də gəlib çıxıb. Bugün Türkiyədə 4 dənə kanal işləyir ki, orada ancaq bürclər əsasında ailə həyatı qururlar. Sevgi rol oynamır. Ona görə də elə bu yaxınlarda elə mənə bir yaxın görkəmli bir adam dedi ki, siz elə Azərbaycanı elə aşk doktorusunuz. Nəyə görə ki, sizin cədvəliniz varsa, bunun əsasında evlənəndə də promux yoxdur. Hamısı %100 halaldır sizə. Mən də çalışıram, məni həvəsləndirən sizin kimi jurnalistlər, mətbuat işçiləri olanda mən daha da həvəslənirəm. Ona görə ki, mən bu elmi sevmişəm, bunun dərinliyindəyəm. Ancaq mənə də arxadan zərbə vuranlar var və yolumdan sapındıranlar var ki, ruhdan sonra bu elmi fal kimi qiymətləndirirlər, ancaq xeyr. Bu Azərbaycana gec-tez gəlməlidir. Ona görə ki, bugün Azərbaycanda iqtisadiyyatımız güclənib, axırı bir 25-26 ildə bütün Azərbaycanımız günü-gündən gözəlləşir. Mən 40 ildir Bakıda yaşayıram. Ancaq belə irəliləyiş olmayıb. Bu sahədə irəliləyiş olsa, demək olar ki, bizim xalqımız ən nümunəvi xalqlardan biri olar. Nəyə görə ki? Yenə deyirəm ki, belə doğru misal çəkirəm. Atın qabağına ət, itin qabağına ot qoyma olmaz. Hərənin öz yemi var. Yenə mən bunu dəfələrlə demişəm ki, institutlarımızda bu günlərin tibb universitetinin tələbələri, müəllimləri, ziyalılar, hətta parlamentdə oturan bizim ən görkəmli xadimlərimiz bunu fal kimi qəbul edirlər. Deyir, nə bürcü, nə obrisi, nə bubrisi. Yəni, insanları bürclər idarə edir. Bürc, o deməkdir ki, Ruslar demişkən, Zodiak. Bu yaxınlarda mən 2012-ci ildə Rusiyada oldum, Leningrada dəvət eləmişlər, Peter'e bir yaxın dost aparmışdı mənə ora. Nikah məsələsi ilə burada evləndi, qız orada toy oldu və biz orada Pyotr Pervinin sarayına getdik. Orada da Rus xalqının da öz ənənələri var. Faytonlarda bəy gəlin gəlirlər. Mənə dedilər ki, yaxınlaş görə onların bürcləri düz gəlir. Mən yaxınlaşdım, bir 15 cütlüyə. Onlar güldülər mənə. Dedilər ki, nə danışsan, bürcsüz evlənmək olar. Adi Rus xalqının 70%-i bürc əsasında evlənir. Bürclər tamamlayır bir-birini. Ona görə də bu elm Azərbaycandadır. Bu elmin biliciləri bir 15% insanlar mənimsəyib və bürc əsasında nikaha girsinlər. Amanın günüdür. Mən xahiş edirəm. Bu günlərin balalarımızın, ailələrin dağılmasının başlıca səbəbi bürclərin uyuşmamasıdır. Bir-birini tamamlamırlar. Bunun sferada elə söhbətlər var ki, bunu mən başqa bir vaxtın söhbətidir. Yenə deyirəm ki, tək gündüz 7 il sevmək deyir ki, 5 il üçün. Bunun gecə dünyası var. Gecə dünyası uzlaşmır, uyğunlaşmır, uyğun gəlmir. Bunun səbəblərini mən bilirəm. Bu xırdalıqları nə vaxtsa mən efirdə deyəcəm. Yəni, bunun bütün əngəlliklər, hamısı bunun üstündə tamamlanır. Ona görə də deyirəm, 5 il sevən insan ailə həyatı 7 aydan boşanır. Atasına deyir ki, atam, papam, mama, mən xasiyyətimiz uyğun gəlmədi. Belə söhbət olur. Belə şey olar. Bu nə vaxta kimi Azərbaycanda bu söhbətlər baş alıb gedəcək? Beləncə, savadlı insanlarımız, ziyalılarımız hamısı boşanmaya gedir. Mən adlarını çəkmək istəmirəm. Bəstəkarlardan tutmuş, teleaparıcılardan tutmuş. Mən bir nəfərin adını lap çəkmək istəyərdim. Rafiq müəllim var, bizim ən gözəl aparıcı diktorımız. Mən onun 46-cı ilin Şir bürcündə olduğunu bilirəm. Ona ürəyi ağrısı ilə. O nikahı qursuz gəldi. O hələ də bilmir ki, o nikahı uyğun gəlməyib onun. Taleyi, bəli, nikahın Şir bürcü, Şir bürcü ilə, qoç oxatanla yaşamalıdır. Əks halda əkizlər tərəzi dolça ilə getdi, girib başqa bürcə. Bu tarmar oldu. Beləncə bir ziyalı. Halbuki Moskvada Kremlin Qurultay sarayında mən 78-ci ildə Rafiq Hüseynova baxanda ağlım başından çıxırdı əskərlikdə. Fəxr edirdi, deyir ki, 15 respublikanın içində ən ziyalımız. Bu niyə səhv eləməlidir ki? Bu düzgün nikaha girməlidir. Onun balası bugün düzgün nikaha girməlidir. Sevgi yoxdur. Sevgi bürclərin uyuşmasından doğru və yaranır. 7 gün içində tanış olduysa, bürclərin düz gəldirsə, sən indi məhəbbətinə yaşaya bilərsən. Hələ bir-birinə deyəcəklər ki, biz gərək 2 il bundan öncə evlənərdik.